Baxın, ümumiyyətlə kəsmik istifadəsi zamanı kəsmiklərin mağazalardan alındığı halda mütləq şəkildə kəsmiklərin diqqətlə tərkibini oxuyun. Yəni üstündə hər şey yaza bilərlər. Böyük hərflə uzun ömür, can sağlığı, məhəbbət, eşq, nə istəsəz yaza bilərlər üstündə. Böyük hərflə inək şəkildə qoya bilərlər. Nə bilim, hər şey eləyə bilərlər. Bu marketinq addımıdır. Siz onu alasınız deyə. Yəni ilkin olaraq siz kəsmiyi görəndə onun da tərkibini görmürsünüz, nə içindəkini laboratoriyada gedib araşdırmırsınız. Siz onun üstündəki şəkilləri görürsünüz və məhsul nə dərəcədə gözəl qurulubsa da o qədər sizin diqqətinizi cəlb edəcək. Onun məqsədi odur. Üstündə yekə hərflərlə nə yazılıbsa da heç birinə inanmayın. Onu qoyduq kənara. İkinci addımınız nə olur? Mütləq şəkildə kəsmiyin tərkibinə baxırsınız. Şor alırsınızsa da şor sözünün altında məhsulu sözü varsa deməli o şor deyil. Şor məhsulu, kəsmik məhsulu. Məhsulu sözü o deməkdir ki, bunun tərkibində demək olar ki, süd falan yoxdur. Süd yağı əvəzedicisi var, süd yağı əvəzedicisi də palma yağı olur çox vaxtı. Yəni süd yoxdur, südün yerinə quru süd var. Süd yağı yoxdur, süd yağı yerinə süd yağı əvəzedicisi var. İlkin olaraq bu faktorlara mütləq şəkildə fikir verməyinizi məsləhət görürəm. Odur ki, qaldı onun yağlılığına. İlkin olaraq əgər yağlı kəsmikdən istifadə edirsinizsə, yaxşı olar ki, bu yağlı kəsmik doğrudan da yağı südün yağı olsun. Əgər siz gedib 9%lıq kəsmik alırsınızsa və onun tərkibini oxumamısınızsa da, orada da süd yağı əvəzedicisi palma yağı yazılıbsa da, siz o 9%lik kəsmiyi istifadə edəndə 9% palma yağı istifadə etmiş olursunuz. Yəni buna diqqət edin sadəcə. 9%lıq misal üçün deyək ki, bir kəsmik 186 kaloridirsə də 100 qramı, 0%lik kəsmik 86 kalori olacaq, 80 kalori olacaq. Yəni tərkibindəki enerji miqdarında da fərqlər var. Yağlı da istifadə edə bilərsiniz, yağsız da istifadə edə bilərsiniz.